Bugün qəhrəman şəhidimiz Şəhid Bahadur Quliyevin mövlud günüdür. Mən qəhrəman şəhidimiz Bahadur haqqında sosial şəbəkələrdə, sosial platformalarda, Həkəri qəzetində dəfələrlə məqalə yazmışam. Onu da yazmağa özümə borc bilirəm. Mən ümumiyyətlə qəhrəman şəhidlərimiz haqqında hər zaman məqalələr yazıram. Elə bir gün olmaz ki, mən səhifəmdə qəhrəman şəhidlər haqqında paylaşım eləməyim. Bugün bizim 1992-ci ilin şəhidi olan Şəhid Bahadur Quliyevin mövlud günüdür. Mən də gəlmişəm anasını ziyarət eləməyə. Qəhrəman şəhidimizin anasıdır. Səhhətində biraz problemlər var. Arzu edirik ki, Allah şəfa versin. Tezliklə sağlığına qovuşsun. Qəhrəman şəhidimizin anasıdır. Şəhidlər unudulmur, şəhidlər yaddan çıxmır. Şəhidlər hər zaman insanların ürəyində, insanların qəlbində dəfn olunur. Mən bir məqalam var, yazmışam ki, qəhrəman şəhidlərimiz məzara yox, insanların ürəyində, insanların qəlbində dəfn olunur. Qəhrəman şəhidlərimizin keçdiyi hər gün tarixə dönür yazmışam. Yazmışam ki, tarixə yazılan günlərin hamısı yadda qalan olmur. Elə günlər var ki, unudulub gedir, elə günlər var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardandır şəhidlər. Hamımıza, mənə, sənə bəxş olunan bir ömür payı var. Müəyyən müddət sonra başa vuracaq. Amma dünya həyatında ən gözəl şəkildə ana yazmışam ki, əlvida deməyin adıdır şəhid olmaq. Azərbaycan xalqının qəhrəmanlıq dəstanını, azadlığını, ərazi bütövlüyünü, canı ilə qazanıb, qanı ilə yazanlardır şəhidlər. Qəhrəman şəhidimiz Şəhid Bahadur Quliyevin timsalında Allah bütün şəhidlərimizin rəhmət eləsin. Qəhrəman şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm. Atalarının, analarının əllərindən öpürəm, qarşısında baş əyirəm. Ana əlinizdən öpürəm, qarşınızda baş əyirəm. Allah bir daha rəhmət eləsin. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Allah anamıza da şəfa versin, can sağlığı versin. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canı ilə, qanı ilə tarix yazmış bütün şəhid məzarları qarşısında baş əyirəm. Allah bütün şəhid analar qarşısında baş əyirəm. Allahın canlarını sağ eləsin. Allah anamıza şəfa versin. Allah səbir versin. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Sağ ol anam. Allah can sağ ol.